Azərbaycanda orta maaşla insan gələcəyini necə qurmalıdır? Yəni bu belə deyim də mümkündür. Mən iki dənə faktor iqtisadi perspektivdən fərqləndirərdim. Orta əmək haqqı, bir də median əmək haqqı. Və necə deyirlər, devil in the details, şeytan detallardadır. Orta əmək haqqı nədir? Əgər misal üçün biz ikimiz bu otaqda, siz 1 milyon dollar ayda alırsınızsa, mən isə 200 manat ayda alıramsa, ortalama hardasa yarım milyon dollar olacaqdır da bizim orta əmək haqqımız. Amma median odur ki, biz sıra ilə düzürük bütün maaş alanları. Misal üçün 8 milyon nəfər, 5 milyon insan işləyir. Təqribən 5 milyon da işləyirlər, amma hamısı əmək müqaviləsi ilə deyil də, əlbəttə ki. Və 2,5 milyondakı insanın maaşına baxırıq. O demək deyil ki, onun əmək haqqısı ortalama olacaqdır. Təəssüf olsun ki, bizim statistika komitəmiz, Əmək və Əhalinin Sosial Müdafiə Naziri bu məlumatı açıqlamır. Mən düşünürəm ki, açıqlamır çünki orta rəqəmlərdən qat-qat aşağı olacaqdır. Bizdə indi Azərbaycan üzrə 900 manata yaxındır da, səhv etmirəmsə. Rəsmiyə əsaslanır da belə baxın. Bəli, rəsmiyə əsaslanır. Başqa şey əsaslanır. Yəni, orta statistik onlardan götür. Ola bilsin ki, Azərbaycanda misal üçün neft-qaz sektorunda çox qazananlar var. Əhalinin qalanı isə çox az qazanır. Orta statistik rəqəm gəlib sizə çıxır 1000 manat. Amma siz median əmək haqqını götürsəz, yəni ortada duran 2,5 milyonuncu Azərbaycanlı nə qədər maaş alır? Mən düşünürəm o daha aşağı rəqəm olacaq da, bunu təsdiqləyəcək bir rəqəm yoxdur bizdə.